Deməli, olduqca zəruri və incə məqamlardan birini qeyd etmək istəyirəm. Ömər ibn Səd öz qoşununu İmam Hüseyn əleyhissalamla vuruşmaq üçün düzdüyü zaman onlar İmam Hüseyni hər tərəfdən mühasirəyə aldılar. İmam əleyhissalam çıxıb insanların yanına gəldi, diqqət edin, və onlardan sükut etmələrini, onu dinləmələrini istədi. Lakin onlar susmaqdan imtina etdilər. Nəhayət İmam əleyhissalam onlara belə dedi: "Vay olsun sizə, məni dinləmək üçün sükut etməyinizə sizə nə mane olur? Mən sizi yalnız doğru yola dəvət edirəm. Mənə itaət edən hidayət olunanlardan, mənə asi olan isə həlak olanlardan olar. Lakin siz hamınız mənim əmrimə qarşı çıxırsınız və sözümü dinləmirsiniz. Niyə? Fəqat mul'ət butunukum minəl haram və tubi'a alə qulubikum. Çünki qarınlarınız haramla dolmuşdur və qəlbləriniz üzərinə möhür vurulub." Burada mülahizə ediləsi bir gözəl bir məqam var. Sizin qarınlarınız haramla dolub. Sözsüz ki, əksər insan bunu eşidib. Elə bilər ki, donuz əti yeyiblər. Nə bilim, tərkibində nə bilim neynə hansısa bir kodlu olan bir dondurmadan, marmeladdan atışdırıblar. Əgər qidaların haramla bir tərtibatını qeyd etsək, orada donuz əti yemək birinci yerdə olmayacaq. Haradasa ortalarda olacaq. Bəqərə surəsinin 173-cü ayəsində oxuyuruq: Allah sizə yalnız ölü heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilənləri haram etmişdir. Haram, məcbur qalan üçün isə zülm etmədikcə və həddi aşmadıqca heç bir günah yoxdur. Yəni, zərurət yarandıqda acından ölməmək üçün onlardan yeyə bilər. Təsəvvür edin, bir səhraya düşmüsünüz. Donuz ətindən başqa heç nə yoxdur. Nə çörək var, nə onu əvəz edəcək, heç nə yoxdursa, siz o gözünüzə biraz işıq gələn nə qədər o miqdarda yeyə bilərsiniz. Bəs yaxşı, İmam Hüseyn əleyhissalam o qövmə deyəndə ki, qarnınız haramla dolub, nə nəzərdə tuturdu? Bəqərə surəsinin 174-cü ayəsində oxuyuruq: Allahın kitabdan nazil etdiklərini gizlədən və onu ucuz qiymətə satanlar otdan başqa bir şey yemirlər. Bəli, görürsünüz, Allahın nazil etdiyini gizlətmək, onu ucuz qiymətə satan kəs qarnına nə yeyir? Od yeyir. Yeyəcək də deyilmir, hal-hazırda yeyir, özü bunu zahirən görməsə də. Bəqərə 275-i oxuyuruq: Sələm yeyənlər yalnız şeytan toxunmuş kimi qalxarlar. Yəni, müvazinətlərini itirərlər, bir düz halda qala bilməzlər. Riba yemək. Bu da haram yeməyə aiddir. Nisa 10-da oxuyuruq: Yetimlərin mallarını zülm və haqsızlıqla yeyənlər əslində qarınlarına od yeyirlər və tezliklə cəhənnəm odunda yanacaqlar. Yenə də qarına nəsə cəhənnəm odu gedir. Nə? Yetimin malını yemək. Tövbə 34-də oxuyuruq: Ey iman gətirənlər, yəni kitab əhlinin alimləri və rahiblərinin çoxu insanların mallarını haqsızlıqla yeyir və onları Allah yolundan döndərirlər. Deməli, insanların mallarını özü də din xadimləri burada deyilir, haqsızlıqla yemək. Ərəf surəsi 31-ci ayəsində oxuyuruq ki, yeyin, için, lakin israf etməyin ki, Allah israf edənləri sevməz. Deməli, israf etməkdə nə yeməkdir? Allahu Əkbər, donuz əti, qan, murdar, bəli, bunlar, gördünüz, bunların haradasa zərurət halında istisna halları var. Bəs burada bu şeylərin istisna halı varmı? Allah harada icazə verər ki, yetim malını haqsız yerə yeyəsən, insanların mallarını batil yolla yeyəsən, rüşvət yeyəsən, oğurluq yeyəsən, sair şeylər yeyəsən? Bir də bir məsələ də var. Hucurat surəsinin 12-ci ayəsində oxuyuruq ki, ey iman gətirənlər, zənn və gümanların çoxundan uzaq durun, çünki zənnlərin bir qismi günahdır, axtarış aparmayın, yəni cəmaatın şəxsi həyatlarına burnunuzu soxub belə təftiş etməyin, bir-birinizin qeybətini qırmayın. Sizlərdən biriniz ölmüş qardaşının ətini yemək istəyərmi? Hamınız bundan iyrənərsiniz. Əziz donuz ətindən uzaq duran mənim əzizim, qeybət qırmaq da bədənə haram ötürməkdir ya. Donuz ətindən uzaq durduğun kimi qeybətdən, söz gəzdirməkdən, təftiş etməkdən, pis zənn gümana qapılmaqdan da mı özünü qoruyursan? Sən donuz əti yeyərsən, zərərini özünə edərsən, qeybət edərsən, başqasına da zərər vurarsan, yetim malını haqsız yeyərsən, zərər vurarsan, riba yeyərsən, oğurluq edərsən, filan edərsən, bu artıq səndən çıxmış olacaq və sən öz vücudunu haramla tərkib tapmış edəcəksən. Məhz bunlar nəticədə gətirib insanı İmam Hüseyn əleyhissalam kimi pak insanın sözünü
eşitməyə mane olar. Məhz o zümrə ki, bəlkə də donuz ətinə, şərabına belə vasvası kimi yanaşıb, digər bədəninə haram şeyləri qəbul edən insanlar axırda İmam Hüseyn əleyhissalama qarşı çıxdılar. İmamın hidayət bəxş edici çağırışı onların bədənlərinə hopa bilmədi. Çünki o möhkəmlənmiş, qəlbin üzərinə möhür vurulmuş bir zat pak şeyləri artıq qəbul edə bilməz.